Ötən günlərdə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan ABŞ-Avropa münasibətləri ilə bağlı cin artıq şüşədən çıxıb, onu geri qaytarmaq mümkün deyil fikrini işlətdi. Bu sözlər isə Wallerstein'in xüsusi qeyri-müəyyənlik təsvirini bir daha xatırladır. Wallerstein'ə görə xüsusi qeyri-müəyyənlik də mövcud beynəlxalq sistem ənənəvi qaydalarla işləyə bilmir. Tıxanır. Beləliklə də yeni qaydalar müəyyən olanadək struktural böhran yaşanır. Ona görə də xüsusi qeyri-müəyyənlikdən əvvəlki dövrə qayıdışı ilə bağlı gözlənti olmamalıdır. Görünür ki, aktorlar da hazırda yaşadığımız vəziyyətin fərqindədirlər. Xüsusi qeyri-müəyyənliyin əsas simptomu odur ki, ölkələr öz mövqelərini gün aşırı kəskin dəyişə bilirlər. Çünki xas vəziyyətində ölkələr hansısa davamlı xətti izləmək yerinə yaranmış önəmli problemlər üzrə maraqlarını ən sərfəli yolla təmin etməyə çalışırlar. Beləliklə də xüsusi qeyri-müəyyənlikdə ölkələrin xarici siyasət yanaşmaları ilə bağlı iki məqam diqqətə alınmalıdır. Birinci, kimin kiminlə yaxınlaşacağını təxmin etmək olmur. Nəticədə ağlasılmaz yaxınlaşmalar və ya gərginliklər ortaya çıxa bilər. Bu xüsusda son dövrlərdə ABŞ ilə Rusiyanın, Fransa ilə Türkiyənin yaxınlaşması hamımızı təəccübləndirir. O cümlədən ABŞ, Avropa və Türkiyə-İsrail gərginliyi gözlənilməz mərhələyə yüksəldi. Mövcud trenddə Britaniya, Rusiya, Almaniya, Türkiyə və Fransa Çin yaxınlaşması da mümkün ehtimallar arasındadır. İkinci, bu kimi gözlənilməz yaxınlaşmalar və ya gərginliklər əslində taktiki xarakterlidir. Müəyyən bir məsələyə hesablanıb, ona görə də gün aşırı dəyişə bilər. Yəni, bugün Ukrayna məsələsində Rusiyaya yaxınlaşan ABŞ sabah digər bir məsələdə Rusiyaya qarşı ən sərt mövqe sərgiləyə bilər. Eyni zamanda, bugün Suriyada toqquşan maraqlardan çıxış edən Türkiyə ilə İsrail sabah İrana qarşı ortaq maraqlardan çıxış edə bilərlər. Bir sözlə, mövcud şərtlərdə uzun müddətli proqnozlar qüsurludur. Wallerstein'ə görə sistemdəki xaotik vəziyyət yeni nizam formalaşanadək davam edir. Dünya nizamı isə əksər hallarda böyük müharibələr nəticəsində yenidən formalaşır. Çünki dünya nizamı bir növ qaliblərin öz şərtlərini məğlublara qəbul etdirməsidir. Yəni sistemdəki xaosun müharibəyə çevrilməsi sadəcə zaman məsələsidir.